Mən İsa Məsihin gördüyü iş vasitəsilə mən sağlamam, mən şəfalıyam. Həqiqətən, bugün nə keçirdirəmsə onu ayaqlarım altına qoyuram. Mən dünyanın mənə qarşı olan müdaxiləsinə, hücumuna heç bir vaxt biganə qala bilmərəm. Mən onları ayaqlar altında qoyuram. Mən onları əzirəm. Çünki mənim kralım, mənim şahım, mənim xudavəndim, mənim alfa və omegam, mənim İrşadayım, mənim hər şeyə qadir olanım, qüdrətli Allahım, bütün bunları mənim əlimdən aldı. Mən heç bir vaxt iblisin hücumuna məruz qala bilmərəm. Biganə qala bilmərəm. Mən onları əzirəm. Ayaqlar altında qoyuram. Yeni həyatın, yeni yaşamın gözəlliyini yaşamaq istəyirəm. Bunu ancaq İsa Məsihlə, onunla yaşaya bilərəm. Onunla yol gedərək, onun əlini buraxmayaraq yaşaya bilərəm. Halleluya. Rəbbə şükür olsun, izzət olsun. İzzət olsun ona. Onun qüdrəti qoy elə axsın ki sizin üzərinizə və hər zaman onun izzətini daşıyan, ətrafa tökən övlad olasınız. Amin deyirəm. Qoy necə ki, İsa öz sevgisini Lazara göstərdi, o qədər onu çox sevdi. O qədər onun sevgisi onun göz yaşlarını axıtdırdı. Və bu gün eyni şəkildə o sizin üçün də eyni sevgini göstərir. O sevgini dərk edəsiniz. Və o sevgi necə ki Lazarı ölümdən qurtardı, qoy o sizi xəstəlikdən qurtarsın. Hər bir xəstəliyi ayaqlar altında qoyub keçməyi bacarasınız. Mənim Rəbbim, mənim atam, mənim sahibkarım məni hər şeydən qurtarmışdı. Və mən heç bir imtahanlarda yaşamayacağam. Bütün imtahanlardan mən alınacaq üzəyə çıxacağam. Çünki mənim kralım, şahım mənə imtahan deyil, mənə qələbə verdi. Mən bu qələbədə yaşayacağam. Mən bu qələbədə irəliləyəcəyəm. İstər maddiyyatım, istər bədənimin hər bir güşəsi, istər iş həyatım, ailə həyatım. Hamısı və hamısı Rəbbin nəzarəti altındadır. Mən artıq dünyadan deyiləm. Mən seçilmişəm. Mən dünyadan tamamilə qurtulmuşam. Mən dünyada yaşayıram. Ancaq dünyanın heç bir şeyinə mən aid deyiləm. Mən hər bir vəziyyətdən ayırd olmuş, təmizlənmiş, məhv olunmuş bir övladam. Mən müqəddəsəm. Qoy hər bir kəsin həyatında bu güc həyata keçsin. Kim maddiyyatdan əziyyət çəkirsə, kim işsizlikdən əziyyət çəkirsə, kim xəstəlikdən əziyyət çəkirsə, qoy elə bu gün, elə bu dəqiqə, elə bu saat onu ayaqlar altında qoymağı bacarıb Rəbbin sevgisini qəbul edə bilsin. Rəbbin möcüzələrini, xarüqələrini yadına salsın. O çarmıq ona nə verdi? O çarmıqda nə baş verdi? O çarmıq mənim həyatımı qurtardı. O çarmıqda mənim bütün istiraplarım, bütün problemlərim hamısı oradaydı. Artıq mən onlardan azadam. Mən yeni həyat, yeni yaşamın təmsilçisiyəm. Qoy hər birimizin həyatına Rəbbin xeyirdə alsın. Sözü, hikmət alsın. Biliyi, zəkası alsın. Rəbb kəlamında deyir. Sevinin və sevinin. Daimi dua edin. Minnətdarlıq bildirin. Şükür edin. Qoy diliniz, ağzınız daimi onun qarşısında açılsın. Əgər göz yaşlarınız varsa, o göz yaşları qoy onun qarşısında tökülsün. Sizin göz yaşlarınız qoy Hannanın göz yaşlarına çevrilsin ki, o Hanna göz yaşını pıçıltı ilə axıdaraq ən böyük duanı Rəbbə etdi və Rəbb onu eşitdi. Onu bəhərləndirdi. Ona sevgisini göstərdi. Hər bir göz yaşı qoy sizin üçün gözəl bir cavab olsun. Ya Rəbb, sənin qarşındayam.
imanda olan hər bir bacı qardaşlarını sənin qarşında qaldırmışam. Və onlar üçün ata sənə yalvarıram. Onlar üçün sənə şükür edirəm. Onlar üçün ata sənə minnətdaram. Qurtardığın üçün. Səmavinə qəbul etdiyin üçün. Adlarını həyat kitabına yazdığın üçün. Bu biliyi, bu zəkanı onlara verdiyin üçün. Onlara kömək elə ya Rəbb. Qoy sənin ətrafında yaşamaq üçün. Sənin əlini buraxmamaq üçün. Onlara yardım et ya Rəbb. Kömək et ki, həqiqətən yol, həyat, həqiqət deyən atanın yanında böyüsünlər. Onunla bir yol geçsinlər. Gecələri, gündüzləri onunla bir olsun. İsa Məsih ismiyle. Ata sənə çox-çox minnətdaram. Bizi bu həyata sən çağırdın ya Rəbb. Günahlı həyatdan sən bizi qurtardın. Biz artıq ata səni dərk etməyə başladıq. Həqiqətən də ata sənin necə böyük, icazkar, sevgi dolu Rəbb olduğunu anlaya bildik. Bir zamanlar biz qərib idik, yadıydıq. Ancaq bu gün artıq sənin övladlarınıq. Bu gün çəkinmədən deyə bilirik. Mən salihəm, mən müqəddəsəm, mən məhs olunmuşam. Mən İsa Məsihin övladıyam. Mən dünyadan alınmışam. Satın alınmışam baha qiymətə. İsa Məsihin qanı ilə alınmışam. Onun tökdüyü qan məni qurtardı. Onun qırıldığı bədən məni qurtardı. Onun istirapları məni qurtardı. Qoy gecə mən deyirəm ya Rəbb, yorğanımız ol ya Rəbb. Ya Rəbb, yastığımız ol ya Rəbb, müqəddəs ruh. Bükülək sənə, sən qucağında rahatlanaraq, tumarlanaraq, sakitləşərək yataq İsa Məsih ismiyle. Atadan diləyirəm, istəyirəm hər birimizə belə bir rahatlanma. Ata sən qarşıma gəlirəm, ata sənin huzurun qarşısında dayanıram ya Rəbb, dua edirəm. Qoy sənin ata bütün o verdiyin vədlər hər birimizin həyatında tamamilə istifadə oluna bilsin ya Rəbb. Ya Rəbb biz onu bir qırağa atıb paslamağa icazə verməyək. Çünki sən vəd verdin, artıq sən dedin. Mən vermişəm. Ya Rəbb, bu xeyirda artıq bizimdir. Bu xeyirduya sahib olmaq üçün bacarıq ver, səriştə ver, onu da vermisən. Ya Rəbb, qoy həqiqətən də ya Rəbb biz sənin sözünün hikmətinin arxasıca gedə bilək ki və hər şeydə bütün bu vədləri tamlığı ilə özümüzə götürə bilək. Ya Rəbb, sən dedin tərk etməyəcəyəm. Sən bir dəfə söz verdin və sözündə durdun. Ya Rəbb, qoy biz səni tərk etməyək, ya Rəbb. Biz öz davranışımızla, həyat tərzimizlə, yaşamımızla, iqrarımızla, duamızı qırağa qoymaqla, ya Rəbb, səni tərk etməyək, ya Rəbb. Sən söz verdin, ya Rəbb. Sən verdin hər kəsə və dedin, alın, bu maddiyatı istifadə edin. Ata birisi onu yerə bastırdı, sənə qaytarmaq üçün. Sən verdin vədi. Bəzən biz bu vədləri tamamilə bastırıb, ona sənə təhvil vermək üçün gözləyirik. Ya Rəbb, ancaq sən belə bir söz demədin bizə, ya Rəbb. Vədi verdin ki, ondan istifadə edək. Qoy davranışımız, həyat tərzimiz tamamilə bu vədlərə sahib ola bilsin. Bizi o nöqtəyə gətirə bilsin. İsa'nın ismində, İsa'nın adında ata bütün bacı qardaşlarımı birər sənin qarşına gətirirəm. Hər biri üçün dua edirəm, ya Rəbb. Hər bir dinləyən, qoy ata sənin bu gözəl kəlamların qarşısında diz çöksün və desin, ya Rəbb, mən iman edirəm və imanımla qalmıram, mən iqrarımla da. Ürəyimin güşəsində sənin vədlərini istifadə edirəm. Mənə bu yolda yardım et, kömək et. Tam o səviyyə çatmaq üçün. İsa Məsih ismiyle. Hər bir kəsin ürəyinə sən toxun, ya Rəbb. Ürəklər qapalı olmasın. Ürəklərə sənin ışığın gəlsin. Bütün qaranlıqları sən bizim üzərimizdən götürdün. Çünki kəlamında deyirsən.
Zülmət hakimiyyəti tamamilə yox etdin. Sən onun əvəzinə bizdən nurlu bir sabahlar açdırdın, ya Rəbb. Qoy o nurlu sabahlarda daimi və daimi sənin sözünün gücündə yaşaya bilər. O sözünü ata, ürəyimizin güşəsində parlaq dan ulduzu kimi ona sahib çıxa bilər. Ata, sən dedin, mənim yaralarımda siz şəfa almısınız. Ya Rəbb, bu şəfanı götürə bilər. Bu şəfa elə belə deyil, bunu bir vəddir, bu bir sözdür. Və həqiqətən də ata, bu yer üzərində nə qədər viruslar gəzirsə, onların bizə heç bir aidiyyatı yoxdur. Çünki sən dedin, mənim yaralarımda siz şəfa aldınız. Həqiqətən bu şəfanı qoy bir oyuncaq kimi qəbul etməyək. Qoy ya Rəbb ondan istifadə edək. Onun bəhərini görə bilər. Dua edirəm ya Rəbb. Bərəkətin xeyirdanı sən vermisən. Vəd vermisən və demirsən genişləndirəcəyəm. Demirsən bərəkətləndirəcəyəm. Demirsən yanımızda 1000 nəfər, sağımızda 10.000 nəfər qırılsa da sizə xətər dəyməyəcək. Ata, qoy düşmən nə qədər böyük orduya sahib olsa da, bizim imanımız, bizim sənin vədlərinə sadiqliyimiz bizi o yerdən çıxarda bilsin. Ata, qoy bütün vədlər həyatımızda işıq kimi saçsın. Qoy həqiqətən işıq kimi parlayan övladlar ola bilər. Ya Rəbb, vəziyyət nə qədər ağır olsa da, o vəziyyəti özümüzü tabe etdirməyək. Həmin vəziyyətdə sənin sözünün gücü qoy bizi azad etsin. Ata, ayaqlar altında, iblisin bütün povlarını, zincirlərini qırıb, ayaqlar altında tapdalamağı bacara bilər. Sarmıqda sən etdin. İlanların, əqrəblərin üzərində dedin. Səlahiyyət sahibisiniz. Qoy nə qədər ilanlar çox olsa da, əqrəblər zəhərli sancmalara nail ola bilsələr də, qoy onların heç bir keyfiyyəti olmasın. Ya Rəbb, səndən istəyib, səndən diləyirik, ya Rəbb. Xeyirda ver bizə. Dediyim kimi, ya Rəbb, sən xeyirdanı bizə verməsən. Bizə cəsarət ver o xeyirdanı götürmək üçün. Bizə bacarıq ver o xeyirdanı anlamaq üçün. O xeyirdaya sahib çıxmaq üçün. O şəfiyə sahib çıxmaq üçün. İqrarımız daimi sənin kəlamın olsun. Ürəyimizin düşüncələrini tamamilə dəyişdirsin. İsa Məsih ismi ilə. Qoy heç bir vaxta sənə güvənməkdən vaz keçməyək. Daimi düşüncəmizə biz etibar etməyək. Daimi sənə güvənimizi qoruyub saxlaya bilər. İsa Məsih ismində və adında. Halleluya. Xeyirda ver ata. Xeyirdan boldur. Sən bolluq Rəbbisən. Sən bizim üçün canını, qanını verib bizi dünyadan satın alan Rəbbsən. Ya Rəbbim İsa Məsih. Sənin adının böyük bir gücü var. O adın gücünü bəyan edirəm hər kəsin həyatına. Nə qədər çətin vəziyyətlərdən keçirlərsə, o çətin vəziyyətdə sənin sözünün, hikmətinin altına girə bilsinlər. Qoy sənin sözün o məqamda onları azad edə bilsin. Qoy o söz tamamilə onların həyatını örtük kimi örtə bilsin. Və o vəziyyət ayaqlar altında qala bilsin. Bu işsizlik də olsa, bu maddiyatsızlıq da olsa, bu xəstəlik də olsa, bu biliksizlik də olsa, bərəkətsizlik də olsa, qoy onların hamısı ayaqlar altında qalsın. Və sənin verdiyin vədlər, bərəkət, xeyirda, maddiyyat bolluğu, qoy göylərdən axın tökülsün. Sənin kəlamının gücü ilə hər şey və hər şey onların həyatında, hamımızın həyatında bərpa olunsun. İsa Məsihin ismi ilə. Halleluya. Ata, oğul, müqəddəs ruh naminə. Amin.